Salam əziz izləyicilər, Qanun Qayda bu həftə yeni mövzu ilə efirdədir. Bu həftə mövzu çox aktualdır. Düşünürəm hər birimizdə bu məsələyə toxunan bir məsələlər var və mövzumuz da məhz torpaq hüququdur. Əslində bəzilərimizin sənədi var, yəni sənəd dediyim bələdiyyədən sənəd ya da icra hakimiyyətindən sərəncam, amma çıxarış yoxdur. Bəziləri ümumiyyətlə bu çıxarışı necə əldə edəcəyi barədə heç bir məlumat yoxdur. İnsanlar var ki, ümumiyyətlə 20-30 il öz torpaqlarında yaşayıb, amma hələ də sənədləşdirə bilmirlər. Kimi sualları bugün məhz studiyamızda müzakirə edəcəyik. Bu mövzunu da müzakirə etmək üçün əlbəttə ki, hər zamanki kimi bu sahədə öz sözünü demiş ekspertlərimizi dəvət eləmişik. Onları sizə təqdim edeyim. Vəkillər Kollegiyasının üzvü vəkil Vəfadar Piriyev. Xoş gəlmisiniz Vəfadar müəllim. Və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsin Hüquq Departamentinin rəhbəri Lalə xanım Əkbərova. Lalə xanım, xoş gəlmisiniz siz də. Mövzu aktualdır. Sizi də dəyərli izləyicilərimiz bu mövzuya qoşulmağa dəvət edirəm. Bugün canlı efirdə zəng edib öz rəylərinizi, fikirlərinizi və suallarınızı verə bilərsiniz. Telefon nömrəmizi xatırladım 050 228 0707 nömrəsinə zəng edin. Bugün müzakirələrimizə qoşulun. Mən düşünürəm ki, mövzu aktualdır və hər birinizin də sahəsi bu məsələlərə toxunur birbaşa. Yəqin ki, özünüz də günlük həyatda görürsünüz ki, insanları nə qədər narahat edən məqamlar var bu məsələlərlə əlaqəli. Özüm də vəkil olduğuma görə bilirəm ki, məhz bu sahədə qanunvericilik çərçivəsində də bəzi məsələlərdə boşluqlar var və yaxud analogiyalar əlbəttə ki, tətbiq olunmadığına görə bu boşluqları aradan qaldıra bilmirik. Amma əlbəttə ki, mövcud olan qanunvericiliyə əsaslanaraq bugün bir çox insanlar öz hüquqlarını bərpa eləmək üçün yaxud tələb eləmək üçün hansı qurumlara müraciət edə bilirlər, hansı formada bunu eləyə bilərlər mövzusuna düşünürəm ki, sizin də faydalı cavablarınızın əsasında izləyicilərimiz dinləmiş olacaqlar. Birinci sualım mən Vəfadar bəy sizədir. Buyurun. Hüquqi tərəfləri izah etmək üçün əslində bu məsələyə toxunmamızı istəyirəm. Yəni, insanlar torpaq sahəsində hüquq deyəndə bəzi insanlar var ki, vəkil olaraq müraciət edirlər, deyirlər ki, biz bu torpaqda 30 ildir yaşayırıq, dədəmiz, babamız qalıb və bu mülkiyyət hüququ ümumiyyətlə nə deməkdir? İnsana hansı səlahiyyətləri verir ilk növbədə? Bilirsiniz, mülkiyyət hüququ, Roma hüququna getsək, triada deyilən bir anlayış var idi. Sahibli istifadə və sərəncam hüquqları birlikdə mülkiyyət hüququnu təşkil edir. Amma biz burada tamaşaçılar üçün dərinə getmək istəmirəm. Mən sadəcə sadə dildə izah eləmək istəyirəm ki, mülkiyyət hüququ nə vaxt yaranır? Mülkiyyət hüququ nədir? Mülkiyyət hüququ Mülki Məcəllənin 140-cı maddəsində də göstərir. Reyestrin həqiqilik prezumpsiyası. Yəni, vətəndaş sözü gedən torpaq da bugünkü mövzu. Torpaq sahəsindən qanuni istifadə, sahiblik və sərəncamı həyata keçirirsə, onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri xidməti ölkədə bu səlahiyyəti diskresion qaydada həyata keçirən yeganə orqandır. Yəni, ölkədə bir dənə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən qurum var. O da Əmlak Məsələləri Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin publik hüquqi şəxsi, adı dəyişir, sonra publik hüquqi şəxsə çevrilir. Yəni, daşınmaz əmlakın dövlət reyestri bir dənədir. Şəxs torpaq sahəsi onun qanuni istifadəsindəsə, Torpaq Əmlak Aktı qanunun 9-cu maddəsinə deyil, vətəndaşın qanuni istifadəsindəki olan torpaq sahəsi bilavasitə onun mülkiyyətindədir. Yəni, o torpaq sahəsinə dair bağlar təsərrüfatının müvafiq, misal üçün, orderi, icarə müqaviləsi, yəni qanuni sənədi varsa, onun daşınmaz əmlakında dövlət reyestri əsası yaranıbsa, nədir? Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun 8-ci maddəsində göstərilən əsaslar, bir də 439 nömrəli prezidentin fərmanı nəzərdə tutulmuş, o bir növ amnistiya xarakterli bir akt qəbul elədi ki, cənab prezident ki, həmin qanunda göstərilməyən, reyestrdə göstərilən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas sənədlər mövcuddur. Bu sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestri qeydiyyat aparır. Piriyev Vəfadar Namiqoğlu'nun istifadəsindəki olan torpaq sahəsinin icarə müqaviləsi varsa, cizgisi varsa, bu hüquq həyata keçirilməlidir. O qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra nə olur? Mülkiyyət hüququ de facto hüquqdan keçir de jure hüquqa. Yəni, sizin hüququnuz rəsmiləşir. Bir növ cəmaət el dilində desək, biz kupça deyirik rusca, Azərbaycan dilində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. Çıxarış əldə edir, artıq olur rəsmi mülkiyyətçi. Mülkiyyət hüququ bax, həmin vaxtdan yaranır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan mülkiyyət hüququ yaranır. Düzdür. Yəni, bu vaxta qədər bu torpaq sizin istifadənizdədir ancaq. Yəni, siz bundan heç bir səncə vermir.
Layla xanım, bir sual da istərdim ki, sizə verim ki, ümumiyyətlə insanların anlayışı olsun. Çünki gələn sualların bir çoxusu buna əsaslanır. Düzdür, burada məhdud imkanlara siz əsaslanaraq cavablandıracaqsınız. Çünki geniş cavab vermək olmur. Amma insanlar sual verirlər ki, torpaq sahəsini sənədləşdirmək üçün, yəni çıxarış əldə etmək üçün ümumiyyətlə ilkin addım nədir? Yəni hansı qurumdan başlamalıdırlar bunlar? Torpaq ayıran qurumlardan, ümumiyyətlə reyestr xidmətinə adətən bu sualların Daşınmaz əmlakın Dövlət Kadastr Reyestri Publik Hüquqi Şəxsi Vəfadar müəllim dediyi kimi reyestrin aparılmasını təşkil edir və ona nəzarət edir. Yəni təqdim edilmiş hüquq-mühəndisi sənədlər əsasında qeydiyyat aparılmasını təmin edir. 10-cu maddədə hansı qaydadadır, hansı sənədlər təqdim edilməlidir, 8-ci maddədə məhz hansı sənədlərdir o. Torpaq islahatı haqqında qanunda bu barədə daha ətraflı məlumat verilib ki, məhz hansı andan sonra sənədlər qanuni istifadədə olduğu təsdiq edildikdə qeydiyyat üçün əsas olunur və s. Bəzən məhz bu suallarla vətəndaşlar bizə müraciət edirlər ki, mən yaşayıram bu torpaqda artıq 10 ildir, 5 ildir, mənə çıxarış verin. Lakin bizim qurumumuza bu sual ünvanlanmır. Bizə qanunvericilikdə öz əksini tapmış sənədləri təqdim etdikdə biz torpaq ayıran qurum deyilik. Hər hansı bir torpağı vətəndaşa icarəyə, istifadəyə və mülkiyyətə verən qurum deyilik. Biz təqdim edilmiş sənədlər əsasında qeydiyyatın aparılmasını təmin edirik. Bildiniz necə? Torpaq ayıran qurumlara müraciət etməlidirlər. O yurisdiksiya bölgüsü var, hansı torpağı, hansı qurumlara ayırır. Ona uyğun olaraq müraciət etdikdə həmin sənədləri əldə etdikdə ondan sonra bizim qurumlara müraciət edə bilərlər. Ancaq çıxarış almaq üçün son qurum olaraq. Artıq son qurum olaraq bizim qurumdur. Çox sağ olun. Mən istərdim platformamıza keçim, çünki bilirəm ki, anons gedəndən sonra kifayət qədər çox suallar gəlməyə başladı bununla əlaqəli və verilişimin müddətini nəzərə alaraq dərhal keçmək istəyirəm. 6997 abonent nömrəlidən bir mesaj gəlib. Salam, zəhmət olmasa sualımı oxuyardınız, oxuyuruq. Mən 12 ildir yaxında binada qalıram. Hər ayın əvvəlində 30 AZN qaraja pul verirdim. İndi artıq bir ilə yaxındır ki, bu ödənişi 40 AZN pulu tələb edirlər. Nə də çek verirlər bundan əlaqəli. Pul tələb edirlər, amma çek vermirlər. Bundan əlavə də yerləri satışa qoyublar və alındıqda heç bir özəlləşdirmə üzrə sənəd təqdim etmirlər. Bu nə dərəcədə mümkündür? Ev aldıqda orada ortaq mülkiyyət siyahısına daxil deyilmi qaraj? Bununla bağlı biz kimə müraciət edə bilərik? Bu yenə də aktual mövzudur. Mənzillərə dair binaların altında zirzəmi deyilən yerlərdə çox vaxt qarajlar satılır, amma bəzi yeni tikililərdə bunlar həqiqətən də qaraj statusu daşıyır və şəxs fikir bildirir ki, bunu mənə hər gün buradan pul tələb edirlər, satırlar, amma özəlləşdirməyə dair heç bir sənəd təqdim eləmirlər. Böyük ehtimal düşünürəm ki, müqavilədən söhbət gedir yəqin ki, burada. İstəyərdim hər ikinizin də bu suala cavabını alın. Bilirsiniz necədir? Bu saat aktual problemlərdən biridir. Mətbuatda da geniş bununla bağlı şərhlər var. Məsələn, YouTube kanalında vətəndaş bu yaxınlarda bir neçə televiziyada şərhlər getdi bununla bağlı. Mən bununla bağlı fikrimi bildirmək istəyirəm ki, MTK-ların, yəni mənzil tikinti kooperativlərinin və yaxud MMMC-lərin, yəni mənzil müştərək cəmiyyətlərinin tikdiyi binaların, daha doğrusu təhvil aldığı binaların altında yerləşən qeyri-yaşayış sahələrinin istifadəsi həmin payçıların istifadəsinə, bəli, ümumi istifadəsindədir. Onun alqı-satqısı yol verilməzdir. Bu MMC-lər, bu MMC-lər deməyək, MTK-lar bundan sui-istifadəyə yol verirlər. Bu hüququn sui-istifadəsidir. Bu ilə də bağlı dövlət mexanizm fikirləşir. Gələcəkdə də bu ilə bağlı, gələcəkdə bu tikintilər hal-hazırda çoxdur və narazılıqlar da çoxdur. Bu ilə bağlı hesab edirəm Şəhərsalma Arxitektura İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin struktur təşkilatları işlər aparırlar, komissiya yaradılır. Bakı şəhərinin müfəssəl planı hazırlanıb, bu ilə də bağlı tikintilər tamamlanandan sonra bu məsələyə nəzarət mexanizmi güclənəcək. Amma daşınmaz əmlakın dövlət reyestri burada, belə deyək, nəzarətçi funksiyanı da həyata keçirə bilməz. O reyestr qurumudur. Siz ona sənəd təqdim edirsiniz. Yəni ki, hüquq mühəndisi sənəd, bayaq Layla xanım dedi, hüquq mühəndisi sənəd təqdim edirsiniz, o qeydiyyat aparır. Siz orada məsələn gətirdiniz MTK-nın və yaxud MMC-nin protokolunu, müqaviləsini, uzaqbaşı maliyyə arayışını çoxsunu ala bilmirlər. Gətirdi, təqdim elədi, qeydiyyatına apardı. Reyestrin nümayəndəsi gəlib orada sizin o qeyri-yaşayış sahəsinin sərhədlərinin, hüdudlarını necə müəyyən edəcək? Layla xanım, baxış keçirmək. Hər şey onların üstünə keçirtmək. atmaq olmaz.
Biraz fərqlidir məsələ, daha ətraflı Vəfadar mənim çox doğru buyurdu. Daha ətraflı məlumat vermək istəyərdim. Həqiqətən də Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin yerlər mənzilin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Əgər sahə birdən çox, əgər qeyd etdiyimiz obyekt, qaraj, birdən çox sahəyə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yerdə yerləşirsə, mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Lakin bir sıra hallarda çoxmənzilli yaşayış binasının sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsin ərazilərə təqdim edildikdə aşkarlanır ki, həmin siz qaraj dediyiniz sahələr ümumi istifadədə olan yer kimi deyil, qeyri-yaşayış sahəsi kimi istismara icazə verilmişdir. Yəni, hüquq-müəyyənci sənədlərdə qeyd edilən, siz dediyiniz ümumi istifadədə olan hissə, kənardan belə görsəndiyi hissə, hüquq-müəyyənci sənədlərdə qeyri-yaşayış sahəsi kimi istismara icazə verilmişdir. Düzdür? Əgər hüquq-müəyyənci sənədlərdə qeyd edilən yerlər qeyri-yaşayış sahəsidirsə və vətəndaşlar bizə müraciət edərək protokoldan çıxarış və maliyyə arayışı qeyri-yaşayış sahəsi olaraq təqdim edirsə, biz də gedirik, baxırıq, sənədi düz, yer var, sənədlərdə həmin o yer öz əksini tapır, hər hansı bir fərq yoxdur, qeydiyyatın aparılmasının təmin edilməməsi üçün hər hansı bir hüquqi əsası yoxdur. Yəni imtina verə bilmirsiniz. Elə imtina edə bilmirik. Əlbəttə ki, MTK hissəsində əgər çoxmənzilli yaşayış binasının tikintisini MTK deyil, digər fiziki və hüquqi şəxslər inşa edibsə, eyni zamanda hüquq-müəyyənci sənədlərdə, istismara icazədə, layihədə ora çoxmənzilli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsidirsə və artıq onun satışı biraz fərqli üsullandır, onlar vətəndaşa öz adlarına çıxarış alınması üçün müraciət edirlər. Ondan sonra notarial qaydada vətəndaşlara alqı-satqı müqaviləsi bağlayırlar və bizə təqdim edilir təkrar bazar olaraq. Necə imtina olunsun? İmtina üçün əsas yoxdur. Çünki ilk sualınızda qeyd etdiyim kimi, qeydiyyatın aparılmasını təmin edən qurumuq. Hüquq-müəyyənci sənəd əsasında. Hüquq-müəyyənci sənəd düz, təqdim edilən sənəd düz, yerində də hər hansı bir problem yox. Düşünürəm, burada biraz sakinlərin üzərinə də öhdəlik düşür. Əgər siz həqiqətən də həmən ərazini, misal, texniki avadanlıqlara xidmət göstərən ümumi sahəsi sayırsınızsa, bunu mübahisələndirə bilərsiniz. Əlbəttə, bu məhkəmə yolu ilə ancaq baş tuta bilər deyə düşünürəm. Bu cür presedentlər də artıq mövcuddur məhkəmələrdə. Bir izləyicimiz artıq mövzumuza qoşulub öz fikirlərini söyləmək istəyir. Nizami bəy Ağstafa şəhərindən. Alo. Salam əleyküm. Salamlayırıq sizi Nizami bəy, buyurun. Mən Ağstafa rayonması bu narahat edirəm. Bəli. Mən 2007-ci ildə kənddə deməli 6 sot həyətyanı torpaq sahəsi bana verilibdir. Bəli. Məndə bələdiyyənin bu qətnaməsi də var, o da verilməsi. Ancaq həyətyanı. Burada tək mən deyiləm. Haradasa 100 dənə uçaska verilibdir. O həmin o torpaqlardan da o 100 nəfərin içində 5 nəfər mi, 6 nəfərin texniki pasportu var. Bəli. Bax, 18 ildir mən texniki pasport ala bilmirəm. Amma bələdiyyə sənədiniz var, mövcuddur əlinizdə. Bəli. Çox sağ olun. Çox sağ olun sualınıza görə. Əslində yayılmış bir məsələdir. Bəli, problem bir şey deyil. Buyurun Vəfadar müəllim. İstər bələdiyyə, indi hal-hazırda Nizami müəllimin məsələsində bələdiyyə torpaq sahəsi ayırırsa, bələdiyyə statusu haqqında qanun tələblərinə əsasən bələdiyyənin borcu idi ki, vəzifəsi idi ki, torpaq sahəsi ayırsa, o dizgisini versin. Yəni texniki pasport. Yəni onun texniki pasport deyirlər ona. O texniki pasport deyil. Texniki pasportu hal-hazırda vermək səlahiyyətinə malik olan yeganə qurum Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətidir. Bəli. Amma onlar nəyin əsasında verirlər o texniki sənədi? Cizgiyə əsasən, yerləşmə sxeminə əsasən. O yerləşmə sxemini tərtib edən
torpaq ayıran qurumdur, bələdiyyədir. Bələdiyyə o cizgini verməli idi. Cizgini də müraciət etsin yerli bələdiyyə qurumuna ki, misal üçün vətəndaş Ağstafadadır. Misal üçün Ağstafa rayonu tutaq ki, X kəndi. X kəndinin bələdiyyəsinə müraciət edir, torpaq sahəsini ona ayıran bələdiyyə. Deyir ki, mənə filan tarixdə bələdiyyə, filan tarixi qərarıyla mənə torpaq sahəsi ayırmısan, buyur zəhmət çək, mənə texniki sənədi, yəni yerləşmə sxemini tərtib et, ver mənə. O da yerləşmə sxemini tərtib edir, verir ona. Verməsə, bu inzibati mübahisədir. Gəncə İnzibati Məhkəməsində ona qarşı iddia qaldırsın. Və en qədər bu saat inzibati məhkəmələrdə belə tipli iddialara baxılır. O sxemi tərtib etdikdən sonra bələdiyyənin sənədi, yəni ki, bələdiyyənin qərarı olmalıdır. O dedi qətnamə, qərar. Bələdiyyənin qərarı, sxem, ödəniş qəbzi, protokol olsa lap yaxşı olar. Bələdiyyə axı kollegial qurumdur. Bu 4 dənə sənədi təqdim edir. Gəncə Ərazi İdarəsi olmalı, səhv etmirəmsə də, Reyestr Xidmətinin Ərazi İdarəsinə təqdim edir. Ərazi İdarəsi ona texniki pasport və çıxarışı verir. Yəni, o texniki sənədlər əsasında baxış keçirdir. Daşınmaz əmlakın Dövlət Reyestr Aktı qanun 8-ci maddəsinin müddəalarına uyğun olaraq ona çıxarış verir və texniki pasport verir. Bu ilə də bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2021-ci il tarixli qərarı var. O qərarında dəqiq göstərilib. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllərinin 67.5-ci maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinə müvafiq olaraq, yəni axı bunun əlində qərar var. Qərarına müvafiq olaraq texniki sənəd verilməlidir. Dövlət ona etimad göstərir o sənədə. Və o texniki pasport inzibati orqan tərəfindən nəyin əsasında çəkilir, verilir? O cizginin əsasında. O cizgi olmasa o texniki pasportu ala bilməyəcək. Yəni cizgi... Lalə xanım, əlavələriniz varmı? Əlavəm, ilk öncə cizgi olmadığı təqdirdə normalda hələm rastlaşmamışıq ki, bələdiyyələr imtina eləsinlər, cizgin versinlər. Vətəndaş yəqin ki, müraciət etməlidir. Bir də qəbzi istəmirik, hüquq-mühəndisi sənəd deyil, qəbz qeydiyyat üçün hər hansı bir şey daşımır, əsasında mahiyyət daşımır. Cizgi, qərar, əsas qərar arxivdə olsun, yəni onun hüquqi əsasını və həqiqiliyini arxivdən təqdim etsin qərarı, cizgini, arxivdən olsun qərar sözsüz ki. Ondan sonra hüquq-mühəndisi hissəsi yoxlanıldıqdan sonra yerli baxış həyata keçiriləcək, yerləşməsini, xəritəyə uyğunluğunu, yəni kateqoriyasını, məqsədli təyinatı yoxlanılacaq. Hər hansı bir problem olmadıqda sənədlər təmin ediləcək. Bir izləyicimiz artıq efirə qoşulub müzakirələrimizə. Alo. Bəli, xanım. Salamlayırıq Vahid bəy, Bakıdansınız, səhv eləmirəmsə. Çox sağ ol. Bəli. Buyurun, dinləyirik sizi. Xanım, mən kimə müraciət edeyim ki, mən 88-ci ildən evdəymişəm, 1988-ci ildən. Bəli. Belə bir şərtlə ki, mən ağır işlərdə işləmişəm, yeraltı tunel tikinti idarəsində, Xətai rayonunda. Bəli. Məni belə bir şərt bağlayıblar ki, sən əgər növbədən çıxırsansa, ev növbəsindən, sənə biz su da veririk, ev tikəsən. Müraciət edirik icra hakimiyyətinə, onlar sizə yer də ayırırlar. Həqiqətən də elə olub. Mən də Şeyx Qaz su idarələrindən sənəd almışam ki, bu evdə buradan heç bir maneçilik yoxdur da, yəni təmizdir. Bəli. Orada ev tikmişəm. Ev tikəndən sonra xalq cəbhəsi gələndə 92-ci ildə mənə deyirlər ki, sənəd gətir. Mən də bu sənədləri aparıb vermişəm onlara. Bəli. Onlar sənədləri məndən aldı, qoydu seyfə ki, birdən gəlib bizdən soruşan olsa bu sənədləri təqdim eləyərik. Dedim, hə, lap yaxşı. Vahid müəllim, onlar kimi nəzərdə tutursunuz? Hansı quruma təhvil? Yox, qurum olaraq kimə təhvil vermişsiniz? İcra nümayəndəsinə, kənd icra nümayəndəsi. Kənd icra nümayəndəsi, aydın. Kənd icra nümayəndəsi. Bəli. Sonra mən bir nəfərə müraciət elədim, o icra hakimiyyətinə ki, bəs belə, bəs mən axı sənədlərimi də aldılar, qoydular ora. Bəli. Dedi, getdilər ki, sənə texniki şərt versinlər. Bəli. Sənəd versinlər də, sərəncamdır, nədir? Mən zəng elədilər, o vaxtda Nərmanovda bazarın yanında zad var idi, BT. Bəli. Qarajovun vaxtında. Bəli. Ora mənim yanımda müraciət elədilər, Valya xanım dedilər ki, Valya xanım sabah gəlin bir nəfərə eskiz vermək lazımdır, evin çertyozu. O adam da gəldi mənə bir dənə çertyoz çəkdi, verdi. 10 gündən sonra çertyozu gətirdilər, təqdim elədilər.
İndi hara göstərirəm, deyir ki, bu söz fiktivnidir. Mən də savadsız adam, mən nə dərəcədə bunlara inanım ki, bunlar gətirib özləri verib da, ştampı, zadı, hamısı üstündə, qolla, Qaracovun qolu ilə, zadı ilə. Deyirlər ki, bu sənət qeyri-qanunidir. Deyirəm, bəs indi mən neyə eləməliyəm? Vahid müəllim, bir sual verəcəm sizə. Sizin o zaman mən düzmü başa düşdüm, əlinizdə ümumiyyətlə heç bir sənət yoxdur o zaman. Sadəcə çizgilər var. Yox, bir dənə tex pasport var. Texniki şərtli tex pasportu nədir? 82-ci ildə Qarajov tərəfindən veriləndir. O da deyir 92-də belə. O da deyirlər ki, qanunsuzdur. Deyirəm ki, mən nə bilim bu qanundur, qanunsuzdur. Mənə bu müəssisə verib, ştampını vurub, qol çəkib, düzdürmü? İndi mən sizə nə sənət verim? İndi icra hakimiyyətinə müraciət edirəm, deyir ki, bizim ixtiyarımız yoxdur, sərəncam verək. Nəsə təzdən verək. Mən nə eləməliyəm indi? Mən başa düşdüm Vahid müəllim. Artıq ekspertlərimiz öz aralarında bunu müzakirə edirlər. Hal-hazırda indi cavablandıracağıq. Təşəkkür edirəm zənginizə görə. Necə Vahid müəllim nə məsləhət? Layla xanım. Məsələ burasındadır ki, elə başa düşmək olur ki, çox güman ki, 92-ci ildə Texninventar büro tərəfindən verilmiş texniki pasportu var. Amma elə 88-ci ildə ayrılıb buna. 88-ci ilin torpaq ayırma sənədi yoxdur dedi. Əlimdən alıblar. Bəli. Amma ilk öncə ağlıma gələn oldu ki, vətəndaş arxiva müraciət edə bilir. Bəli. Bəlkə həmin o 88-ci il torpaq ayırma sənədi arxivdə olar. Yəni ola bilər. Görürsüz, birinci bələdiyyə məsələlərində də mən dedim arxiva müraciət. Bu həm də müsbət bir hissəsidir. Vətəndaş görürsüz, əlində yoxdur. Bəli. Arxivdən çıxa bilər ilk öncə və ona əlavə olaraq Texninventar büro tərəfindən verilmiş tex pasportusa əla. Artıq onun texniki göstəricisini əks etdirən sənəddir. Əgər bir tək Texninventar büro tərəfindən verilmiş texniki pasportusa, hal-hazırda həmin sənəd hüquq müəyyinci hesab edilmir. Əgər üzərində inşa edilmiş tikilinin qeydiyyat vəsiqəsi olsaydı, tikilinin sənədi olsaydı, həmin o 92-ci il tarixdə verilmiş Texninventar büronun tex pasportu qeydiyyat üçün əsas olardı. İndi orasını vətəndaşdan soruşmadıq, bəlkəmdə var. Əgər üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi var, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçibsə, yəni çıxarışı mövcuddur. Bəli, tikiliyə 92-ci il Texninventar büro tərəfindən verilmiş tex pasport arxiv əsasları mövcuddursa, qeydiyyatın aparılması, torpağa dair hüquqların qeydiyyat aparılması üçün əsasdır. Yox, işdi yoxdursa, 409 nömrəli fərmanın siyahılarını daim işləyirik. Misal üçün, 2022-ci ildə 1655 nömrəli fərmanla o siyahını daha da artırmışıq. Və daim o siyahı üzərində işlər gedir, siyahların artırılması üçün tədbirlər görülür. Yəni vətəndaşların xeyrinə. Vətəndaşın xeyrinə. Ona görə biraz gözləyək, bəlkə müəyyən sənədlərin siyahısı daha da artar. Bu bir tərəfi. Bəlkəm də vətəndaşın əlində, çünki o demirdi tex pasport, vətəndaş deyirdi cizgi. Bəli. Bəlkəm də heç tex pasport deyil. Biz artıq özümüz üçün belə bir müsbət tərəfə düşünərək güman etdik bəlkəm tex pasportu. Yox, işdə cizgidirsə, onda qoy arxiva müraciət etsin. Ondan sonra bəlkəm hər hansı bir çıxış yolu ola bilər. Hər hansı bir torpaq ayırma mövcud ola bilər. Ümumiyyətcə, bilirsiniz, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün bu prosedur iki hissədən ibarətdir. Belə biraz çox geniş anlayışı desəm. İlk öncə vətəndaş hüquq müəyyinci sənədləri təqdim edir. Biz onun hüquqi hissəsinə baxırıq. Sənədlər qaydasında torpaq ayırması var, cizgisi var, dövlət rüsumu ödənilir, sənədlər təqdim edilir, şəxsiyyət vəsiqəsi və s. təqdim edilir, sənədlər götürülür. Ondan sonra yerli baxış olur. Mühəndis çıxır, baxır. Evin qeydiyyatı üçün gəlirlər, bəzən köhnə sənədlərlə ev yoxdur, mövcud deyil. Və yaxud tam başqa yeni bir ev inşa edilib. Yəni artıq prosedur dəyişilir, sənədlərin siyahısı başqa olur. Ona görə bu sualların cavablandırılması düzdür, hüquqi hissəni demək olur. Amma həm də yerli baxışın nəticələri bilinməlidir. Bəli ki, yekun cavab deyilə bilsin. Çox təşəkkür edirəm. Çox üzr istəyirəm. Qısa bir reklam fasiləmiz var. Reklam fasiləsindən sonra studiyaya qayıdacağıq və davam edəcəyik. Reklam fasiləmizə çıxırıq.
efirdəyik və reklam fasiləsində belə çox qaynar bir müzakirə gedirdi studiyamızda. Çünki torpaq hüququ həqiqətən mübahisəli bir məsələlərə çox toxunur və artıq studiyamıza bir dənə də zəng var izləyicilərimiz tərəfindən. Onu qəbul eləyək. Alo. Alo. Deyəsən texniki bir problem var. İstəyərdim ki, o texniki problem aradan qalxandan sonra biz bu suala təkrar dönmüş olaq. Demək, bir izləyicimiz tərəfindən, Vəfadar müəllim, reklam fasiləsindən öncə nəsə əlavəniz var idi? Yox, əlavəm o idi ki, Konstitusiya Məhkəməsinin qərarı var, mülki məcəllərin 178-ci maddəsinin şərhi ilə bağlı. Vətəndaş əgər heç bir sənəd əldə edə bilməsə, mübahisəsiz torpaq sahəsidirsə, 30 ildən sonra onun mülkiyyətinə verilməlidir. Yəni, onun heç bir narahatçılığını daşımasın. Bəli, nəzərə alsaq ki, vətəndaş bildirdi ki, 88-ci ildən artıq. Bəli, artıq onu belə deyək, mən hesab edirəm ki, o mübahisəsiz istifadəsindədir. Bir izləyicimiz tərəfindən maraqlı sual gəlib, onu səsləndirmək istəyirəm. Sizi narahat edən Kürdəmir rayonu sakinidir. Özəlləşdirmə zamanı səhv ölçmüş torpaq. Artıq studiyada zəng var. Elnarə xanım səhvlərimizə Bakıdan zəng elibdir, müzakirəyə qoşulur. Alo. 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 Biz sizi salamlayırıq. Buyurun, siz qanun qaydanın canlı efirindəsiz. Buyurun. Salam eləşim. Salam. Salam. Mənim o qonaqlarınızı da salamlayıram. Mənim bir dənə sualım var ki. Buyurun. Məştərək əsəbəsindən mən 2020-ci ildə işsiz torpaq sahəsi almışam. Notarial qaydada. Bəli. İndi də çıxarışı var. Bəli. 92-ci ildə 12 sot torpaq o adama verilib. Onun da 3 sotunu mənə veribdir. Sənətlə. Bəli. Mən elə bir müddət keçdim, yaxınlarda getmişdim. 4-5 dəfə getmişdim. Getdim Asan xidmətə. Asan xidmətdə mənə dedilər ki, bu yeniləyin, çıxarışı yeniləyin də. Bəli. Sonra mən də çıxdım yuxarıda arxivdən soruşdum. Arxiv deyir ki, bizdə elə sənəd yoxdur. Mən bilmirəm nətər, mən başa düşmədim axı, bu nətər olacaq. Mənə tam aydın olmadı. Çıxarışı tapa bilməyib xanım. Aha. Yox, çıxarışımız var. Çıxarış var. Dedi, çıxarışı yeniləyin. Əlinizdəki çıxarış arxivdə mövcud deyil. Düzmü başa düşdüm? Hə, deyir, ümumiyyətlə arxivdə 92-ci illər yoxdur, belə. Sonra başladı ki, siz məhkəməyə müraciət edin. İndi mən nə dərəcədə bilmirəm. Getmişdim oranın bələdiyyəsinə də. Onlar da dedi ki, gedin məhkəməyə müraciət edin. İndi mən qızım qalmışam belə, bilmirəm müraciəti necə edin, bilmirəm onu. Aydındır. Çox sağ olun, minnətdaram. Lalə xanım, sizə birbaşa. İlk cavablardan da daim arxivə vurğu edirəm. Bu artıq bizim arxivə aid olan məsələdir. Bundan öncə Milli Arxivdən söhbət gedirdisə, görürsüz, bəzi hallarda çıxarış vətəndaşın əlində var, lakin arxiv əsası mövcud deyil. Arxiv əsası mövcud olmadıqda, reyestr kitabında bu reyestrdən çıxarış barədə hər hansı bir qeyd olmadıqda, biz ona bu həmin bu əmlaka, qeydiyyatdan keçmiş əmlak kimi baxa bilmirik. Artıq vətəndaş Vəfadar müəllimgilə müraciət etməlidir. O zaman Vəfadar müəllim şəxs gedir məhkəməyə müraciət edir. Məhkəməyə müraciət etməmişdən qabaq mən vətəndaşa tövsiyə edirəm ki, hər bir mübahisəni məhkəməyə daşımağa meyilli olmaq lazım deyil. Nəyə görə? Çox şükür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin üst qurumları var. Yəni, İqtisadiyyat Nazirliyinin özünün nəzarətçi funksiyasını yerinə yetirən şikayət qəbulu ilə bağlı vətəndaş qəbulunu həyata keçirirlər. Yerlərdə cənab nazir özü qəbulu həyata keçirir. Birinci, ilkin olaraq İqtisadiyyat Nazirliyinin özünə bir məktub yazsın, desin ki, öz arxivinizdəki olan sənədləri İnzibati İcraat Aktı Qanunu 24-cü maddəsinə əsasən işin hallarının obyektiv araşdırılması prinsipi var. Birinci, obyektiv araşdırın. Ondan sonra bir imtina məktubu alsın, bəlkə onda yenidən bir araşdırma aparıb, nəysə, Lalə xanım dediyi kimi bir yeni bir sübut çıxacaq ortaya bəlkə. Yəni, o sübutlar tam araşdırıldıqdan sonra tövsiyə edirəm ki, məhkəməyə müraciət eləsin. Yəni, o zaman siz hesab edirsiniz ki, izləyici ola bilər şifahi müraciət edir. Daha bir məsələ var, ağlıma gəldi. Ola bilər ki, vətəndaş çıxarışın verilməsinə əsas olmuş torpaq ayırma sənədi üçün arxivə də müraciət etsin. Ola bilər ki, bizdə çıxarış olmasın, ola bilər yox, var idisə olmalıydı. Yox demişiksə, sözsüz ki, biz, yəni imtina zaten veriləcək, vətəndaşın müraciəti mütləq cavablandırılır, ya icra edilir, ya əsaslı imtina verilir. Sözsüz ki, məhkəməyə müraciət etdikdə də verilmiş imtina əsasında müraciət edilməlidir, imtina mütləq verilir.
yəni bunu tələb etməyə ehtiyac yoxdur. Vətəndaş müraciət etdikdə, müraciət mövcuddursa, o cavablandırılacaq. Çıxarışın kökü yoxdursa, verilməsinə əsas olmuş sənədləri arxivdən əldə edə bilər və bizə müraciət edə bilər. Oldu. Əsas məncə ən gözəl çıxış yolu bu. Yox, o da olmasa, bəli, əsaslı imtina alırsa, sonra məhkəməyə müraciət edirsən. Bir izləyicimiz də artıq studiyamıza qoşulub, Alıxan bəy, Sumqayıt şəhərindən. Alo. Bəli, bəli. Salamlayırıq sizi, Qanun Qaydanın canlı efirindəsiniz. Mən də sizi salamlayıram, üzvləri salamlayıram. Çox sağ olun. Mənim üçün maraqlı budur ki, dövlət Sum torpağıdır, verilib vətəndaşa. Bəli. 15 illik müqavilə ilə. Bəli. Vaxtı da qutarıb 10 ildir. Bəli. İndi icra hakimiyyəti onu bir başqa adama vermək istəyir. 3 dəfədə, 4 dəfədə həmin adama məktub göndərir ki, 10 ildir sizin müqavilə vaxtı tutarıb, gəlin təzələyin. O da gəlib təzələmir. İndi o torpağı başqa adama verə bilərlərmi, yoxsa yox? Çox sağ olun sualınıza görə. Əslində bu da aktual məsələdir. Gələn sualların arasında çoxdur. Buyurun. Dövlət torpağıdırsa, yəni Bakı şəhər icra hakimiyyəti bilirikdə, bir də əmlak məsələləri xidməti torpaq sahə dövlətin yurisdiksiyasında olan torpaq sahələri ilə bağlı uzun müddətli və yaxud qısa müddətli, qısa müddətli deməyək, müddətli müqavilələr bağlı. Müqavilənin şərtlərinə əməl etmək şərti ilə o şəxs, yəni ki, qurum şəxsdən o torpağı ala bilər, amma hansı formada? Müqavilədə nəzərdə tutulubsa. Müqavilənin müddəti bitməmişdən bir ay qabaqcadan xəbərdarlıq göndərməlidir ki, sənin müqavilənin müddəti bitir. Bu torpaq sahəsini, özü də o bir tərəfli qayda ilə ləğv oluna bilməz, məhkəməyə müraciət olunmalıdır müqavilənin ləğvi ilə bağlı. Amma deyir ki, bitib və dəfələrcə bildiriş göndərilir. Bəli, bildirişdir. Mən burada görürəm ki, prosedura əməl olunubdur. Əgər mən bir başa düşmədim ki, vətəndaş torpaq sahəsi mülkiyyətçisidir, yoxsa orada maraqlı şəxsdir. Maraqlı şəxsə bənzədir. Bəli, maraqlı şəxsə bənzədir. Mən hesab edirəm ki, bu əgər torpaq sahəsinə onun hüququ varsa, özü müqavilə bağlamaq istəyirsə, bu ilə bağlı müraciəti varsa, üstünlük hüququ birinci vətəndaşa verilməklə ona keçə bilər. Amma bu sırf mən hesab edirəm ki, məhkəmə mübahisəsindən həll olunmalıdır. Yəqin ki, vətəndaşın əslində sual belədir, əgər müddəti bitibsə, avtomatik yəni demək istəyirsə, ləğv oluna bilərmi? Bilirsiniz, görürsünüz, bax, yenə də bütün yollar məhkəməyə aparır. Ha, biz deyirik ki, məhkəməyə çox da yönləndirməyək vətəndaşlar. Bəli. Amma təcrübə bunu göstərir ki, çünki subyektiv faktorlar çoxdur. Əfsuslar olsun ki, torpaq məsələlərində, düzdür. Platformadan sual oxumaq istəyirəm. Yenə də Kürdəmir rayon sakininin sualını biraz öncə səsləndirməyə çalışdım. 5467 nömrəli abonentdən gəlib. Özəlləşdirmə zamanı səhv ölçülmüş torpağın sərhədlərini təzədən necə düzəldə bilərəm? Qısa desək, sualı bundan ibarətdir. Buna bənzər də suallar çoxdur. Demək ki, Lalə xanım, əslində bu biraz da sizə aiddir. Çünki özəlləşdirdiyi zaman, yəqin ki, gəlib eski texpasport çıxardanda sərhədlərin yanlış olduğunu vurğulayır izləyicimiz. Bu, bunu təzədən necə düzəldə bilər sualını verir? Bilirsiniz, buradan demək olmur ki, bəli, gəlsin, düzələcək və ya düzəlməyəcək. Vətəndaş müraciət eləməlidir Asan Xidmət Mərkəzinə və ya bəzi ərazilərdə Asan Xidmət Mərkəzi olmadıqda bizim ərazilərinə Asan Xidmət Mərkəzinə müraciət edir və yerində baxış nəticəsində bunun həqiqətən də texniki səhv olub-olmaması araşdırılır. Mütləq vətəndaş bir daha müraciət etsin. Tovuzdan yazır, zəhmət olmasa cavablandırasınız. Torpaq sahəsinin özəlləşdirməməsi gələcəkdə mənə hər hansı bir problem yarada bilərmi, yoxsa rahatlıqla yaşamağımı davam eləyə bilərəm? Çox maraqlı bir pozisiyadır. Vətəndaşların bir çoxsu bəziləri belə pozisiyanı tutur, amma tam da elə deyil. Vəfadar bəy başda mülkiyyət hüququna bir izah verdi. Vəfadar bəy, istəyərəm elə bu sualı cavablandırasınız. Torpaq sahəsinin belə mülkiyyət hüququ əldə eləmisinizsə de facto, onu gedib səhlənkarlıq edirsinizsə, üzr istəyirəm ifadəmə görə, tənbəllik elib onu özəlləşdirmək istəmirsinizsə, bu gələcəkdə sizin kompensasiya hüququ almaq hüququnuzu məhdudlaşdıra bilər. Başqa şəxslərin torpaq sahəsinə iddianızı artıra bilər, sizə gələcəkdə məhkəmə mübahisələrinə səbəb ola bilər. Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması ilə bağlı, gələcəkdə kompensasiya alınması ilə bağlı sizə problem yarada bilər.
Bayaq mülki məcəllərin 140-cı maddəsinə istinad elədim. Reyestrin həqiqiliyi prezumpsiyası. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlaka dair mülkiyyət hüququ yarana bilməz. Baxmayaraq ki, mən bayaq Torpaq Sahəsi Aktı Qanunun 9-cu maddəsini dedim. De facto sən torpaq sahəsinin mülkiyyətçisən, amma əlində üzr istəyirəm, el dilində danışaq. Kupçan yoxsa o torpaq sənin deyil. Düzdür. Gəlib səni heç kim deyə bilməz ki, bu torpaqdan çıx. Amma bir gün sabah gəlib sənə deyə bilər ki, ay vətəndaş, bu torpağa dair mənim əlimdə hüquq müəyyənci sənəd var. Misal üçün. Yəni özünüzü bu cür mübahisələrdən qorumaq üçün yaxşı olardı ki, Lalə xanım da deyir, asan xidmət mərkəzlərinə müraciət edin, şəffaf orada iş aparılır, konkret. Ora gedə bilmirsinizsə, asan mərkəz yoxdursa sizin rayonunuzda, gedin ərazi idarələrinə yaxınlaşın. Gedə bilmirsinizsə, gedin poçtla bir dənə ərizə yazın. Ərizənizin arxasına notarial qaydada sənədlərinizin təsdiq olunmuş sürətlərini göndərin. Ərizə ilə göndərin, vətəndaşların müraciətinə baxılması haqqında qanun tələbinə əsasən. İmtina məktubu gəlirsə, gül kimi inzibati məhkəmələr yaradıb cənab prezident sizin üçün. Verin inzibati məhkəməyə, mübahisələndirin, sənədləşdirin. Bu qədər bəsitdir. Bir izləyicimiz qoşulub müzakirəmizə. Yevlaxdan Anar bəy. Alo. 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 Salamlayırıq siz Anar bəy. Qanun qayda canlı efirdəsiz. Buyurun. Salam xanım bizə. Mən Kərim Ovanov Fəxrəddin oğlu, mənim atam şəhid olub, anam dünyasından vəfat edib. İki dənə müəllifimiz var. Biri Həyat evidir, biri İzdaniyadır. Bu Həyat İzdaniya da anamın adınadır. Həyat evi də torpaqdır, torpaq şəhadətnaməsidir, kupçası yoxdur. Qardaşım da bağışlanma vermir. Mən ona bağışlanma verirəm, o vermir. Amma bu həyat evinə qeydiyyat ünvanı almışam, daşınmaz əmlaklarından həmin o necə eləyə bilərəm ki, bu məhələni öz adıma keçirdim. Mən Subyektiv hüququ yoxdur. Sizə aydın oldu sual? Bəli, mənə aydın oldu. Vətəndaşın belə hesab elədik ki, qardaşının adına şəhadətnamə var. O vaxtı belə deyək, çıxarışların vahid nüsxəsi təsdiq olunana qədər torpaq sahələri Dövlət Torpaq Xəritə Çəkmək Komitəsi tərəfindən şəhadətnamələr verilirdi. Orada həm texniki göstəricilərdə əks olunurdu, həmçində belə deyək, hüquq müəyyənci sənəd qərar olurdu. Qərarla ayrılan torpaq sahəsinin nömrəsi, tarixi göstərilirdi. Mən belə başa düşürəm ki, onun qardaşının adıdır orada. Bəli. Və o hesab edir ki, bəzi şəhadətnamələrdə də digər ailə üzvlərinin də adı, familiyaları yazılırdı. Bəli. O yəqin gedib o torpaq sahəsinin şəhadətnaməsini deyir ki, torpaq qardaşımın adınadır, tikili başqasının adınadır. Tikili mən belə başa düşdüm ki, qeydiyyatdan keçməyib, torpaq qeydiyyatdan keçib. İstəyir ki, o şəhadətnaməni öz adına keçirsin. O şəhadətnaməni öz adına keçirtməklə bağlı sizin subyektiv hüququnuz yoxdur, hörmətli vətəndaş. Şəhadətnamə verilib, tutaq ki, X şəxsi, qardaşınıza. Bu ilə bağlı siz getdiniz məhkəməyə müraciət edək, inzibati orqana müraciət edək, inzibati orqan dedi ki, bəs digər şəxslər, maraqlı şəxslərin iştirakının təmini ilə bağlı İnzibati İcraat Haqqında qanun tələbi var. İnzibati orqan onları çağıracaq, deyəcək ki, mən narazıyam. Onu necə öz adınıza keçirdə bilərsiniz? Subyektiv hüquq yoxdur orada. Şəhadətnamə əvvəl yaranmış hüquqdur. Çıxarışa bərabər, tam bərabər bir sənəddir. Və mən nəsə orada bağışlama eşitdim. Torpağı bağışlayıbsa, burada hər hansı bir problem olmamalıdır. Şəhadətnamə əsasında notarial qaydada bağışlama bağlanıbsa, vətəndaş şəhadətnamə çünki elə çıxarış əvəz edir. Çıxarışdan öncə sənədin adı olub şəhadətnamə. Yəni eyni bərabər hüquqlu sənəddir. Yəni çıxarış olmayınca o sənədin adı olub şəhadətnamə və notarial bağışlama müqaviləsi bağlanıbsa, vətəndaş həmin bağışlama müqaviləsi ilə və şəhadətnamə ilə bizə müraciət etsin. Əgər şəhadətnamədə bir tək qardaşının adıdır, ola bilər. Qeydiyyatın aparılması təmin olunacaq. Və üzərində inşa edilmiş ev sənədsizdirsə, avtomatik qeydiyyatı problemsiz olur. Çünki 2013-cü ilədək vətəndaşın dediyindən də elə başa düşmək olur ki, köhnə evdir. Əgər torpaq mülkiyyətdədirsə və üzərində inşa edilmiş tikili 2013-cü ilədək inşa edilmişdirsə, torpaq həyətyanı torpağıdırsa, kateqoriyası yaşayış üçün nəzərdə tutulmuş torpaqdırsa, qeydiyyatın və 12 metrdən hündür deyilsə, çox vaxtı olmur yəni rayonlarında. Köhnə tikilərdə, bəli. Yevlax şəhəridir. Qeydiyyatın aparılması tikili üzərində də hər hansı bir əlavə sənəd təqdim edilmədən aparılır.
Bir dənə də izləyicimiz var, onu da müzakirəyə qoşmaq istəyirəm. Demək, Səməndar bəy Qubadandır, səhv eləmirəmsə, onu da dinləyək. Alo. Salam aleyküm. Salamlayırıq sizi. Buyurun, qanun qaydanın canlı efirindəsiz. Allah kömək olsun, Allah can sağlığı versin. Mən Quba rayon Qorxmazova kəndindən zəngiləyirəm sizə. Mən 2007-ci ildə həyatın torpaq sahəsi almışam 0,8 sol. O dövlətə köçürülən pulun qəbzi də var. Bələdiyyənin sərəncamı var, rəyi var. O komissiyanın üzvlərinin hamısının orada qolu var, təsdiq olunub. Çıxarışı var, bələdiyyənin çıxarışı. Ondan sonra Quba rayon icra hakimiyyətinin sərəncamı var. Onun evin layihəsi var. Həm indi sonraki keçmiş Quba rayon deməli torpaq şöbəsinin rəyi var. Rayon icra sonraki elə bir sənəd yoxdur ki, bu sənədlərin arasında olmasın. Mən getmişəm, sənədlərimi aparıb vermişəm Asan Xidmətə, evin padvalını tikmişəm. Bəli. Padvalını tikmişəm, aparıb vermişəm Asan Xidmətə. Asan Xidmət mən deyir ki, rayon icra hakimiyyətinə apar, peşat vur. Bəli. Aparmışam, o rayon icra hakimiyyətindən mənə deyir ki, gerək deyir, deməli, siz bələdiyyənin xəritəsini gətirməlisiniz bura. Mən də getmişəm bələdiyyə yazılı surətdə yazıb verib ki, mənə ki, bizdə xəritə yoxdur. Həm deyib ki, get arxivdən al. Getmişəm arxivdən də ki, deyir ki, bizdə deyir, xəritə olmur. Həm də ki, arxivin də arayışını almışam, həmin bu sənədlərimin arasındadır. Mən də qalmışam çıxılmaz vəziyyətdə ki, nə eləyim, nə eləməyim. Mən sizdən artıqca xahiş edən mənə bir yolunu göstərin. Sənədlərin arasında elə bir sənəd yoxdur ki, olmasın. Əslində, hə. Yəni, sizin belə başa düşdüm ki, qeydiyyatınızın problemli nöqtəsi icra hakimiyyətində qalır. Cizgisi də var. Aydındır. Bizim vaxtımız çox azdır, ona görə vəfadar mənim İcra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının əsasnamənin tələbinə əsasən yerli icra hakimiyyəti birbaşa vəzifəsidir ki, əgər torpaq sahəsi üzərində tikili varsa, tikili əgər bayaqlar Lalə xanım izah elədi, 2013-cü ilə qədər tikilmiş tikililərə münasibətdə fərqli, 2013-cü ildən sonrası şəhərsalma tikinti məcəlləsi qəbul olunduqdan sonra arxitektura şəhərsalma idarəsi. Amma burada rayon icra hakimiyyəti mən belə başa düşdüm ki, 2013-cü ilə qədər tikilən tikilidir bu. Və burada rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Rayon icra hakimiyyətinə bir dənə yazılı şəkildə ərizə yazsın ki, əgər onlar layihəni imzalamaq, möhür vurmaqdan çəkinirlərsə və bundan imtina edirlərsə, imtina şəklində bir məktub alsın, Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət eləsin. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsi və 34.1-ci maddələrin tələbinə əsasən iddia qaldırsın. Öhdələrin icrası haqqında iddia, sərəncamın təsdiq olunması, istismara qəbul olunması və bu ilə bağlı inzibati aktın qəbul olunması ilə bağlı vəzifənin inzibati orqanın üzərinə qoyulması ilə bağlı bir qərar qəbul edilsin. Və yaxud da müraciətinə cavab verilməsi ilə. İndi müraciətində nə yazacaqsa, o indi konkret o özü bilər də indi. Ondan nə sənəd istəyirlərsə. Və bu ilə də bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Amma mən hesab edirəm ki, ona Quba rayon icra hakimiyyəti imtina verməyəcək, onun sənədini təsdiq edib verəcək. Lalə xanım, əlavəniz var idi deyəsən. Xeyr, əlavəm yoxdur. Sadəcə mən də düşünürəm ki, rəsmi müraciət etsə, rəsmi vətəndaşlar bəzi hallarda şifaya yaxınlaşıb hər hansı bir məlumat alıb çıxıb gedirlər. Hətta çox vaxt qapıda duran mühafizədən məlumat alıb çıxırlar. Yəni mən bu hallarla da rastlaşmışam. Bəli, rəsmi müraciət etsə, düşünürəm daha ciddi baxılacaq. Demək, bir dənə də sonuncu platformadan sualı səsləndirmək istəyirəm. Çünki əfsuslar olsun, bugün izləyicilərimizin zəngləri ardı-ardı bitmir. Lənkərəndən yazıram, torpağın çıxarışında qonşu ilə sərhəddə problemim var. Müraciət eləmişik BT-yə, BT məlumat verir ki, bizim həmən sərhədlərimiz üst-üstə düşür. Biz bu halda hara müraciət eləməliyik? Əslində, Lalə xanım, bu sual yenə də müraciət edilməlidir və yerli baxış olmalıdır, yerində baxılmalıdır ki, nə etmək olur. Yəni üst-üstə düşür, necə olur o? Bilirsiniz, hal-hazırdakı publik hüquqi şəxs bir sıra bundan öncə olan qurumların varisidir. Sənədləri təhvil götürülür. Bütün xəritələr, sənədlər təhvil verilir. Bir sıra hallarda vətəndaşlar bizdən narazı qalır. Bax, bu kimi problemlər çıxanda üst-üstə düşmə və yaxud hər hansı bir görürsünüz, arxiv çaşmazlıq. Lakin bizə qanun özü, bax, bundan öncə olan çıxarışın kökünün olmaması. Olmadıqda qanunun məhdudiyyətidir ki, qeydiyyatın aparılması aparıla bilmir. Və biz bu sənədlərin və xəritələrin varisiyik. Biz mövcud olan vəziyyətə istinad edib hərəkət etməliyik, düzdür?
Ona görə də hal-hazırda da bizə təhvil verən, mövcud olan, qurumda mövcud olan xəritələrdə üst-üstə düşmə varsa, yerində baxış olunmalıdır. Bir daha səbəbləri araşdırılmalıdır. Bəzən kökdən belə bir hal ilə rastlaşılıb, necəsə olub ki, belə otuzdurulub. Amma onu da dürüstləşmə işləri aparılır hal-hazırda kütləvi şəkildə. Yəni konfiqurasiyanın uyğunlaşdırılması işləri aparılır. Asan Xidmət Mərkəzinə müraciət etsin vətəndaş. Aydındır. Yəni çox sağ olun, təşəkkür edirəm hər birinizə. Həqiqətən vaxt çox azdır və mən izləyicilərimizdən xahiş edirəm ki, inciməsinlər qanun qaydadan. Biz təkrar bu mövzunu mütləq studiyamıza salacağıq müzakirəyə və çalışıb bütün suallarınızı cavablandıracağıq. Bugünkü mövzu həqiqətən də aktualdır. Bir çox insanları da narahat eləyirdi. Düşünürük ki, faydalı məlumatları paylaşdıq və bu gün qonaqlarımız Vəfadar Piriyev və Lalə xanım Ələkbərovaya çox təşəkkür edirəm. Gəldilər, qatırdılar. Gələn həftə yeni mövzu ilə qarşınızda olacağıq. Görüşmək ümidi ilə sağ olun, salamat qalın.